Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qax su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən Qax rayon ərazisindən axan dağ çaylarında payız yağışları ilə əlaqədar olaraq suların yarada biləcəyi sel və daşqın hallarının qarşısının alınması məqsədi ilə mühafizə tədbirləri görülür. Hazırda idarə tərəfindən rayon ərazisindən keçən Zərnə, Ləkit, Qum və Kürmük çaylarında qabaqlayıcı tədbirlərə başlanılıb. Kürmük çayı rayonun ən bozlu və dağıdıcı çay olduğundan çayın sağ və sol sahilində qabiyon dambaların qurulması, daş beton bəndlərin təmir tikinti işləri mütəmadi olaraq davam etdirilir. Son günlər yağan intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artmışdır. O cümlədən Qax rayonunda yerləşən Kürmük çayda, Ləkit çayda suyun səviyyəsi qalxmışdır. İdarəmiz tərəfindən qabaqlayıcı tədbirlər görülür. Hal-hazırda Əlbəyli kənd ərazisində məcra təmizləmə işləri davam edir. Zaman-zaman yaşayış məntəqələrinə və əkin sahələrinə təhlükə yaradan Kürmük çayında görülən işlər çay ətrafında yaşayan Əlbəyli kənd sakinlərinin ürəyincədir. Yata bilmirdik evdə, qorxurdular. İndi şükür Allah'a temizləyirlər, nə bilim, atlar çəkirlər. Temizlik verirlər. Biz də evdə rahat yata bilirik. Sağ olsunlar. Ya gündüz ama orada gelip kömək edirlər bizə. İdarənin balansında olan əkin sahələrinin suvarılması 2 nasos stansiya, 89 subarteziyan, 54 arteziyan və 377 kilometr uzunluğunda 1 və 2 dərəcəli beton və torpaq məcralı kanallar vasitəsilə ödənilir. Suvarma suyunun yaxşılaşdırılması üçün kanallarda daim ildən təmizləmə işləri həyata keçirilir. 2025-ci ilin 9 ay ərzində Qax su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən uzunluğu 160 kilometr olan kanallarda ildən təmizləmə işləri həyata keçirilmişdir. O cümlədən içməli suyu olan əhalinin tələbatını ödəmək üçün idarəmiz tərəfindən də işlər görülür. Sakinlərin sözlərinə görə kənd ərazisində son illər içməli su problemi yaşanıb. Buna da səbəb uzun illər əhaliyə xidmət edən və artıq istismar müddətini tamamlayan subarteziyan quyusudur. Quyuda əsaslı təmir işlərindən sonra bu problem aradan qalxacaq. Ənbərsa kəndində bu köhnə quyu 50 ilə yaxın ildir ki, istifadə olunurdu. Son 2 ildə quyu istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bunun müqabilində də kənd demək olar ki, su problemi yaşayırdı cəmaət. Dövlətimiz sağ olsun. Cəmaətin xahişini nəzərə alaraq yeni quyunun qazılmasını təşkil edibdir. Qeyd edək ki, Qax su meliorasiya sistemlərinin istismarı idarəsi selə qarşı mübarizə tədbirləri, əkin sahələrinin suvarılması və əhaliyə içməli su təchizatı, o cümlədən kanalizasiya xidməti də göstərir.